Salam değerli şagirdlər. Puzzadan köklü ifadelerden sual izahına devam edirik. Test 2B'ye başlayırıq. Burada vurma 2 vur 5 kök 2 olur 10 kök 2. Burada da 2'nin kök 2'ye vurun uşaqlar. Bunlar gedir kök 2 qalır. Olur çıx kök altda 2. 9 kök altda 2. Dördüncü sual bunları ortaq mərkəzə gətirəm. Bunlar bir-birinin qoşmasıdır. Bir-birinə vursam alınacaq 2 çıx 1. Surətdə isə çarpaz vuranda kök 2 üstə gəl 1. Ve kök 2 çıx 1. Bu birlər gedir. 2 kök 2. Məxrəc sonsuz da 1'dir. B variantı. İkinci sual yine bayaqki kimi kök 5 gedir 9 qalır. Kök 5 gedir 1 qalır. 9 çıx 1 8. Beşinci sual 1 bölünsün. Burada ortaq məxrəcə kök 2 üstə gəl 1 yazıram. Biri buna vuranda kök 2 üstə gəl 1 çıx 1. Bunlar gedir. Bölmə olduğu üçün tərs çevrilir. Kök 2 üstə gəl 1 böl kök 2. Bunu da kök 2'nin eşleniğine qoşmasına vursam alınacaq 2. Kök 2'nin kök 2'ye vuranda 2. Üstə gəl kök 2. D variantı. Üçüncü sual. Üçüncü sual eləmək üçün 5'i içəri salıram. 5'i içəri salında nə olur? 25 vur 3 bölü 5. Üstə gəl. Burada da 3'ü içəri salıram. 3'ü içəri saldıq oldu 9 vur 5 bölü 3. Bunlar gedir. Kök 15. Bunlar gedir. Kök 15. Topladıq. 2 kök 15. Altıncı sual. Hər birin özünün qoşmasına vuram ayrıca. Bu olur kök 7 çıx kök 6. Bu da kök 6 çıx kök 5. Bunu vuranda 7 çıx 6 məxrəcimiz 1. Yuxarıda kök 7 çıx kök 6. Burada da 1 alınacaq. Kök 6'nın kök 6'ya vuranda 6 çıx 5. Surətdə də kök 6'da 6 çıx kök 6'da 5. Bunlar gedir. Kök 7 çıx kök 5 qalır. X deyir ki kök 6 2 çıx 1'dir. Bizdən istəyir bunları vuranda alınan cavabı. Yaxşı uşaqlar baxaq. X kök 6 2 çıx 1'dir. Bundan 1 çıxıram. Olur kök 6 2 çıx 2. Üstünə 2 gələndə bunun kök 6 2 üstə gəl 1 olur. Üstünə 3 gələndə kök 2 çıx 1'in kök 6 2 üstə gəl 2 olur. Bu ikisi bir-birinə vursam 2 çıx 1. Bu ikisi bir-birinə vursam 2 çıx 4. Bu 1 olur. Bu mənfi 2. Vuranda mənfi 2. 10. suala baxaq. 10. sualda da bunları ortaq mərkəzə gətirəndə bir-birinə vururam. Surətdə də çarpaz vurulur. X'i x'e vururam. X'in kvadratı olur. 3 çıx 2 kök 2'nin kvadratı çıx. Y vururam. 3 üstə gəl 2 kök 2'nin kvadratı. Aşağıda baxın uşaqlar. Bu 9 çıx 2 kök 2'nin kvadratı 8'dir. Yenə 1 eləyir. Bura baxacağım. Bunu a kvadrat çıx b kvadrat kimi düşünə bilərəm. A çıx b üstə gəlib aça da bilərəm. Açsam olacaq 9 çıx 12 kök 2 üstə gəl 8. Burada da olacaq 9. Qabağına çıx olduğu üçün hamısının işarəsini dəyişirəm. Çıx 9, çıx 12 kök 2, çıx 8. Məxrəcimiz onsuz da 1 idi. Mənfi 24 kök 2. Buna baxın. Bunu həll eləmək üçün bunu qoşmasına vururduq. Əvvəlki testdə demişdik. Bunun qoşması bunun kökdən çıxara biləcəyimiz elə bir ədəd olmalıdır ki, vuranda kökdən çıxara bilək. Bu 3-cü dərəcədir. Bu 2 üstü 1'dir. Bir də 2 üstü 2 lazımdır ki, mənə vuranda kökdən çıxsın. 3-cü dərəcədən 2 üstü 2. Bu eləyir 3-cü dərəcədən 2 üstü 3, yəni 2 alınır. 8, 3-cü dərəcədən 4. Bunlar gedir alınır D variantı. 11. sual. Dərəcələr eyni olduğu üçün bunları vururam. Olur 9-cu dərəcədən 81 çıx 17. Vur. Buna 9-cu dərəcə eləsəm uşaqlar. Bu 9 olanda bu 2'nin kubu olur. 8. Alınır 9-cu dərəcədən 64. 64 2 üstü 6'dır. Bunu da gəlin 2 üstü 3 olaraq saxlayaq. 2 üstü 3. Bu da 9-cu dərəcədən 2 üstü 9, yəni 2.
9-cu suala baxaq. Bunlar eyni kökdə yazsam, ortaq məqsədlə yazsam, kök altı 16x olar. Yəni bunu kök 16-ya vurdum. Biri də vururam kök 16-ya, yəni 4-ə. Çıx 3 bərabərdir 1/2. Bu olur 4 çıx 3 1. Surətlər bərabərdirsə, məxrəclər də bərabərdir. Buradan 16x bərabərdir 2-nin kvadratını alıram 4. X də olur 4-də 1. Bu suala baxaq. Qoşmasını vuram uşaqlar. 2 çıx kök 3-ə. Məxrəcimiz 1 olur. Surətimiz 2 çıx kök 3-ün kvadratı olacaq. Çıx 7. 2 dənə mənfi olduğu üçün üstə gəl 4 kök altda 3. Bunu atsam da 4 çıx 4 kök 3 üstə gəl 3 çıx 7 üstə gəl 4 kök 3. Bu 4 üstə gəl 3 çıx 7. Bunlar getdi. Bu da getdi. 0 oldu cavab. 13-cü suala baxın. 13 kimi bir sual eləmək üçün ən gözəli diqqət edin. Bunlar bir-birinin qoşması, yəni işleniyidir. Bir-birinə vururam. Bu kökdən çıxır. X üstə gəl 1. Çıx. Bu da kökdən çıxır. X çıx 1. Bərabərdir 6 vurulsun sual. Burada x-lər gedir. 2 bərabərdir 6 vur sual. Sual da olur 2/6, yəni 1/3. 15-ci suala baxın. İkinci dərəcədən verilib burada. Diqqət elədiyim bu iki ədədin əsaslarının, tabanların bir-birinin eşleniyi, qoşması olmasıdır. Mən bunları bir-birinə vursam, x, yəni qüvvət eyni olduğu üçün bunlar bir-birinə vurulacaq. Olacaq 3 çıx kök 2, vur 3 üstə gəl kök 2, üstü x, bərabərdir 7 vur sual. Bu olur 9 çıx 2, yəni 7 üstü x bərabərdir 7 vur sual. Buradan da sual bərabər olur 7 üstü x böl 7, yəni 7 üstü x çıx 1. D variantı. 14-cü suala baxaq. 14-cü sualda nə edə bilərik görək? Biri kök 3x, birincindən birini yox eləməyə çalışsaq, x, y ayrı-ayrı tapsaq, bu da bir variantdır. Elə eləyək. Gəlin biz y-i yox eləyək. Birincini vuram kök 3-ə, kök 15 olsun. Bunu da vuram kök 5-ə. Amma ikisi də mənfidir. Yaxşı, bunu mənfiyə vuraq. Birincini mənfi kök 3-ə vuram. Olur 3 mənfi 3x. Üstə gəl kök 15y. Bərabərdir mənfi 9. Bunu da kök 5-ə vuram. Olur 5x. Çıx kök 15y. Bərabərdir 5. Toplayıram alt-alta. Gedir bunlar. 2x bərabərdir mənfi 4. X sonra mənfi 2. X-i mənfi 2 olduğunu tapdıq uşaqlar. Yerinə qoy bir y tapmalıyıq. Gəlin burada yerinə qoyaq. X-ə mənfi 2 verirəm. Mənfi 2 kök 3. Çıx kök altda 5y. Bərabərdir 3 kök 3. Keçir o biri tərəfə. Mənfi 5 kök altda y bərabərdir 5 kök altda 3. Buradan da y bərabər olur 5 kök altda 3 böl mənfi kök 5. 5-i mənfi kök 5-ə böləndə mənfi kök 5. Bir dənə də kök 3-ə vuranda mənfi kök altda 15. X də mənfi 2-dir. Bunları bölməyimizi istəyir. Böləndə də mənfilər gedir. 2 böl kök 15. 16-cı sual. 16-cı sualda ifadə etsən x cinsindən dəyəri deyir. Uşaqlar, əvvəlki testdə də var idi. Demişdim ki, diqqət edin, bu ikisi, eyni şəkildə bu ikisi bir-birinin nə idi, eşləni idi, qoşmasıdır. Birinci kəsirdə məxrəcdədir, ikincidə surətdədir. Mən bunları vursam faydası olmayacaq. Birində məxrəcdə, birində surətdə, yəni birində payda, birində paydada olduğu üçün bunları bölməyi düşünməliyəm. Mən buna bir y deyirəm və x-i y-ə bölürəm. X-i y-ə böləndə birinci kəsir köçürdüm olduğu kimi, yəni x-i. İkincini çevirəm, tərsinə vururam. Kök 5 çıx kök 2, kök 3 üstə gəl 1. Yuxarıda alınır 3 çıx 1 surətdə, məxrəcdə alınır 5 çıx 2.
olur 2 bölü 3. X'i y'e böləndə oldu 3'te 2. Bize ne lazımdı? Y'in x'ini. Buradan 2y beraber olur 3x'e. Biz buna y demiştik. Y de beraber olur 3x bölünsün 2. C variantı. 17-ci sualı görən kimi düşünürəm ki, yuxarıda kök 5'i çıxarın mötərizə xaricinə olsun kök 2 çıx, kök 5. Möhtəşəm. 19-cu sualda görən kimi nəsə görən kimi görürəm ki, kök 2 dəfə fərq var uşaqlar. Aşağıda bir dənə kök 2 çıxardım, fikir verin. Burada alınacaq kök 15 çıx 2 kök 3. Bu kök altda 12'dir. Kök 2'ni çıxardığımda burada kök altda 6 qalacaq. Yəni surətdəkinin tam olaraq eynisi. Bunlar gedir olur 1 böl kök altda 2. Cavabımız ne eləyə bilərik burada? Belə bir şeyəm. Burada kök 3'ü çıxardıram. Olur 1 üstəgəl kök 2. Sonra bu ifadədə 1 üstəgəl kök 2'ni çıxardıram. Qalır. Burada 1. Burada kök 3. 1 üstəgəl kök 3. Böl 1 üstəgəl kök 2. Bu getdi. Bu ifadəni də qoşmasına vursam kök altda 6 çıx kök altda 2'yə. Məxrəcdə qalar 6 çıx 2 4. Burada da olar kök altda 6 çıx kök altda 2. Bizim ifadəmiz bu oldu. Bunu da həll eləmək üçün biraz da işi asanlaşdırıram. Bunu qabağa yazım. Birazdan niyəsini görəcəksiniz rahat görək deyə. Burada da kök 2'ni çıxartsam uşaqlar qalacaq kök 3 çıx 1 böl 4. Bu iki ifadəni bir-birinə vuranda alınır 3 çıx 1, yəni 2. 4-dən gedir burada 2 qalır. Olur kök 2 böl 2. 20-ci sual. X axtarıram. X axtarımsa nə edək? Burada kök 5'i çıxartsam nə qalacaq? Kök 3 çıx x. Bu nədir bəs? X çıx kök 3'dür. Nə qəribə oldu. Neyse düz yazmadım belki. Bunlar gedəndə kök 5 bərabər mənfi 1 kimi bir şey çıxır. Onda böyük ehtimal ki x kök 3'dür. Başqa ehtimal yoxdur. Uşaqlar, baxın buna belə yanaşacağıq. Düzdür. X-ləri bir tərəfə atıb daha dəqiq də deyə bilərəm. Bunlar gedirsə kök 5 bərabərdir 1 çıxar. Bunun başqa həlli təkcə odur ki, bu ifadə özü 0'a bərabər olsun. X olsun kök altda 3. Səbəb budur. Yoxsa kök 5 bərabər mənfi 1 çıxır. Niyəsini dəqiq görmək istəsək də, tutaq ki, bu həll eləmədik, başqa cür elədik. X-ləri bir tərəfə ataram. Yazaram. Kök 15 üstəgəl kök 3 bərabərdir. X üstəgəl kök 5x. Buradan kök 3'ü çıxartsam, kök 5 üstəgəl 1. Buradan da x'i çıxartsam yine kök 5 üstəgəl 1. Bunlar gedər, x'in də kök 3 olduğu görünür. İlk yazdığım da düzüydü. Orada biraz baş qarışa bilər bu necə oldu deyə 0 olduğu üçün. Buna baxaq. 49'dan 7 çıxır da. Bunu yazım sonra davamını biraz qısa yazaq. Bu 7 eləyir. 7 vur 7 bu da 49. Bərabərdir 7 üstü x. Şimdi bu ne oldu uşaqlar? 2-ci dərəcə, 3-cü dərəcə. Dərəcələri vururduq 6-cı dərəcədən. Bu 7 içəri girdiyi üçün 7'nin kubu. 49 nədir? 7'nin kvadratı. Bu da oldu 7 üstü 5 böl 6. X de oldu 5 böl 6. Dikkat eləyək, nəzərimizdən qaçan sual olmasın. 22 yazım, sonra o bir tərəfə baxaq. 22'də də sırayla yazaq da, orada bir dənə tək sual var. 2 vur 3, 6-cı dərəcədən 3 girir içəri, 3'ün kubu vur 3. Burada da 3 vur 2, 6-cı dərəcədən 3 üstü x. Bunlar gedir. 3 4, 3 üstü x. X'imiz də oldu 4. Buna baxaq. 2 və 3 6-cı dərəcədən A-nın kubu A içəri girir B. 2 vur 3 6-cı dərəcədən B içəri girir B-nin kubu A.
vur 6-cı dərəcədən B-nin kubu, A-nın kubu. Bunun dərəcəsi eyni olduğu üçün bir kökdə yaza bilərəm. A kublar gedir, B kublar gedir. Qalır 6-cı dərəcədən B böl A bərabərdir. Bunu da 6 eləyirəm. 6-cı dərəcədən 4. Deməli, B bölünsün A 4-dür. B böl A 4-dürsə, A böl B-də onun tərsi, yəni 4-də 1. Görək bu nədir? Nə deyir bu cədvəldə? Aşağıda verilən kutular içərisində yazan sayılara bağlantılı olduqları dairələr içərisində işlemler uygulanmaktadır. Yəni olsun. Vurma və toplama. Kök 80 üstəgəl kök 20. Kök 80 üstəgəl kök 20. Bu A imiş. Bu eləyir 2 kök 20, bir dənə də kök 20, 3 kök 20. Heç kök 20'ni çıxartmadım, durdu belə. B nədir? 2 vur kök 18. 2 kök 18 də B qardaşımızdır. Deyir A-nı B-yə böl. 3 kök altda 20'ni böl 2 kök altda 18'i. Önce biraz çıxardaq da kökdən. Tərsini də eləyə bilərəm. İçəridə salıb yaza bilərəm. 3 kök 20'den ne çıxır? 2 kök 5. 2 kök 18'den ne çıxır? 3 kök altda 2. Bu 3'lər, bu 2'lər getdi. Kök 5 böl kök 2. Neyse sanki düz yazmamışam. Kök 5 böl kök 2 yoxdur. Kök 5 böl 2 var. 6 kök altda 2 budur. Ha, belə bir şey gördük. Tez edip bunu yazmırıq. Çünki cavab bu değil. Mən bunun kök 2'ye vursam məxrəcin olacaq 2. Bunu da kök 2'ye vuranda kök 10. Kök 10 böl 2. Bu da bu testin ve bu dersin son sualıydı. Sağ olun şagirdler.